necə ki, itaat özündən sonra itaat gətirdiyi kimi, asiliklər də özündən sonra asilikləri gətirir. Məsələn, bu günləri insanın qarşısında məqsəd qoyur ki, sabahdan namaz qılacağam, 5 vaxt namazı qılacağam Allaha. Mənim bir müsəlman kimi borcumdur. 5 vaxt namazlarımı qılım, Allaha ibadət eləyim, boyun əyim. Görürsən ki, birinci başladığı ibadətlər fərz namazları olur. Sonra getdikcə görürsən ki, ibadətlərini artırır, keçir nafilə namazlara. Bu gün məsələn ona fərz olan Ramazan orucuna başlayırsa, sonra nafilə oruclara tutmağa başlayır. Sonra gecə namazlarına qalxır. Və ya da zakat verirsə, məsələn sonra sədaqə verməyə başlayır və beləcə görürsən itaat artdıqca itaatlər artır. Yəni itaat etdikcə digər ibadətlər də onun davamınca eləməyə başlayır və eləcə də asiliklə günahlar da belədir. İnsan günah etdikcə, asilik etdikcə onun bir asiliklə digər asiliklər gətirir. Yəni ki, insan bir günah etdikdə digər günahlara qapı açılır. Və İmam İbn Cəvzi Əs-Səvad əsərində buyurur ki, bir gəncin əhvalatını gətirir, hekayəsini gətirir və buyurur ki, orada bir əməl qissədə gəlir ki, bir gənc olur. Gənc həmişə məsciddə müəzzinlik edərdi, azan verərdi və bu günlər çıxır məscidin üstünə, çünki o vaxtı azanı məscidin üzərində, üstündə verərdilər. Gənc çıxır məscidin üstündə azan verərkən birdən qonşunun həyətində bir gənc qıza gözü sataşır. Və elə birinci baxışda qıza vurulur. Qıza olan məhəbbət onun qəlbini məşğul edir və artıq dayana bilmir. Düşünür ki, neynəsin və öz elçilərini göndərir qızın ailəsinə. Qızın atası da deyir ki, biz xristiyan ailəyik və ancaq bir şərtlə qəbul edərək ki, bunu oğlan da bu dini, xristiyanlığa qəbul etsin. Yəni oğlanın qəlbi o qədər qıza bağlanır ki, hətta bunu qəbul etməyə razı olur. Bu şərtə razı olur və o xristiyanlığa qəbul etməyə edir daha doğrusu. Səhv etmirəmsə başqa bir rəvayətdə də gəlir ki, oğlan belə düşünür ki, gənc oğlan qıza görə, yəni evlənməyə görə qəbul edərəm, sonra isə xristiyanlığa qəbul edərəm, sonra isə yenidən evlənəndən sonra xristiyanlığı tərk edib İslama qayıdaram. Belə düşünür. Və qızın atası, anası boyunda kifayətlənmir, valideynlər bununla kifayətlənməyərək, hətta ona belə bir şərt irəli sürürlər ki, sən necə ki xristiyanlığı çıxıb, İslamı çıxıb elan edərdin, eləcə də xristiyanlığı çıxıb elan edəcəksən həmən yerdən. Və beləcə gənc bu şərtə də razı olur və istəyir çıxsın məscidin üstünə ki, elan etsin xristiyanlığı. Lakin oradan ayağı büdürərək yıxılıb, yəni əzilir və ölür, dünyasını dəyişir. Yəni bu onu göstərir ki, insan yəni ki, balaca bir günahdan, yəni bir baxışdan, bir nəzərdən, yəni bir balaca bir günahdan gedib hansı bir günaha gedib çıxdı. Yəni ona insan günah fikir verməsə ki, günah kiçikdir, böyükdür. Yəni Allah qorusun, hətta o dərəcə gedib çatdı ki, bu gənc öz dinindən belə çıxmalı oldu. Ona insan baxmamalı, günah kiçikdir, böyükdür. Alimlər deyir ki, bir müsəlman, bir mömin günahın kiçikliyinə, böyüklüyünə baxmamalıdır, o günahı kimə qarşı etməyinə baxmalıdır. Yəni bilməlidir, günah hər ikisi Allaha qarşı olduğu üçün tərk etməyə çalışmalıdır. Şeytan da hiləgərdir və o bilir ki, insana birdən-birə böyük günahlar sala bilməz və o tədricən o günahlara aparmaq istəyir. Kiçik günahlardan böyük günahlara aparmaq istəyir və görürsən ki, və belə yanaşır, hiləgərcəsinə yanaşaraq, hilə işlədərək insanı toğlayıb, kiçik günahlardan başlayır və böyük günahlara aparmaq istəyir. Allah Teala buyurur ki, Allah Quran kitabında buyurur ki, Ya eyyuhellezine amenu letəttəbi xutuvati şeytan. Mən yəttəbi xutuvati şeytan, innehu ya'muru bil fahşai vel munkar. Ey iman gətirənlər, şeytana itaat etməyin. Əgər belə edərsinizsə, şeytana itaat edərsinizsə, o sizə deyir, çirkin, murdar, yaramaz işləri əmr edər. Və qardaşlar, həqiqətən günahların zərəri çox böyükdür. İnsan günah etdikcə qəlbi qaralır, qəlbi fəsada uğrayır və bunun zərəri insanın özünə uğrayır. Allah Teala necə Quran-ı Kərimdə buyurur ki, Mən yaksib ismən fe innəmə yaksibu alə nəfsihi. Kim deyir günah qazanarsa, günah edərsə, bunun zərəri ancaq insanın özünə olar. Yəni insan özü zərər çəkmiş olar.